Karmik münasibətlər necədir? Bizim ruhumuzun, əgər qədim ruhdursa özəlliklə, qədim ruh nə deməkdir? Yəni ruhumuz bir neçə dəfə, bir neçə bədəndə yaşayıb. Səbəb də odur ki, biz bir təkamül keçirik və ruh ən mükəmmələ doğru gedir, inkişaf edir. Və həmin təkamül dövründə o müəyyən dərslər almalıdır. Keçmiş həyatlarında buraxdığı səhvlərin düzəlişlərini etməlidir. Əgər o düzəlişləri etmirsə, demək ki, belə bir deyim var, mənfidə yaşayır həyatını. Çünki heç bir rəqəm sırf mənfi ya da müsbət deyil. Yaşayışından asılı olaraq. Bəli. Biz o ssenariləri anlayanda, həyatımızdakı ssenariləri və ana və ata nəsillərindən, axı biz elə belə göydən düşməmişik. Biz o nəsillərdən gələn ssenariləri anlayanda, biz həyat missiyamızı anlayanda, bayaq mən qeyd elədim ki, mən özüm psixoloji əziyyət çəkirdim. Niyə? Çünki mən 9-am. Mənim xəritəm yuxarıdan aşağı 9-dur. Nədir? Şəfa ver.